2018 dizel Kia Sorento'dur. Rejimdədir. Görürsüz, maşında boğulma var və polnu qazda versən, artıq maşının 2005 zaborudu keçmir o yüzden. Sona qədər izləyin. Bu problemi yaşamaq istəməyənlər videonu izləyin ki, sizə izah edeyim ki, nə etmək lazımdır ki, sabahsı gün bu problemlər sizə yaşamayasınız. Görürsüz, artıq YGR sıradan çıxıb. Baxın, başqa YGR taxırıq, maşın rejimdən çıxır, aşıbqada silinir. YGR'in işləmə prinsipini isə göstərəcəm. Maşın tixiyə düşəndə klapan yavaş-yavaş açılır. Görürsüz, aborot verən kimi isə riski klapan bağlanır ki, təzyiq, turbonun təzyiqi yenidən çıxış sisteminə getməsin. Bax, görürsüz, bağlanmayanda da turbonun təzyiqi zəif göstərir və nəticədə aşıbqa verir, maşın rejimə düşür. Və yaxud açmayanda da YGR aşıbqa verir. Görürsüz, YGR-dən şikayətlənir ki, YGR sistemi normal işləmir. Onun üçün bax, hava sisteminin vaxtında təmizləmək lazımdır. Görürsüz, bu başqa YGR taxdığı maşına aborot versən, ürəyin istəyən kimi aborot götürür. Bax, görürsüz, polunu, gedmək də düzəlir. İndi oradakı o sajvın işarətidir, adbulu qutarıb deyə işığı yanır. Baxın, bu problem birbaşa buradan qaynaqlanır. Görürsüz, hava sisteminə kimdədir. Elə özü bu datsik bərbad vəziyyətdədir. Bir müddətdən sonra elə birinci növbədə bu datsik xarab olacaq. Gördünüz nə gündədir. Bu da samavarıdır. Samavar da nədir? YGR-in soyuducusudur. Birinci növbədə bu sajvını doldurur, zayılır. Gördünüz, bu içindən çıxanla qararı sajvını sıradan çıxardır. İkinci növbədə də YGR-i soyuda bilmir. YGR sistemi soyuda bilmir. YGR də xarab olur, sajvını da doldurur, xarab eləyir. Onun üçün bunlar hamısı təmizlənməlidir. Hələ kollektoruna baxın. Görürsünüz nələr çıxır içindən. Bərbad vəziyyətdə. Bu da başqa Sorento'nun zaslonkadır. Onu da istədimsə göstərim. O vəziyyətdə maşın işləmir. Axır əvvəl bu zaslonka xarab olacaq. Onun üçün vaxtında yoxlatdırıb təmizləmək lazımdır. Bax, peçdə təmizləndi, hamısı görürsünüz. İdeal şəkildə oldu, təzə. Motorxanasında indi göstərəcəm. Bir dənə baxın, görün əvvəlki vəziyyət necədir. Sonra biz təmizləyəndən sonraki vəziyyətin nə cürdür. Səhifədə əlaqə nömrəmiz var. Kiməsə nəsə belə maraqlı olsa, kimisə problem olsa belə əlaqə saxlayar, köməklik göstərərik. Görürsünüz, bax, təmiz təmizləndi. Bu da əvvəlki vəziyyətidir, görsən. Və sonraki vəziyyətində indi göstərəcəm.